Salam uşaqlar, indi isə gəlin test topusundan çoxla bölməsinin bir neçə nümunə misallarına baxaq. Tutaq ki, baxaq 4-cü sual uşaqlar. Bizə deyir ki, A çoxluğu 7-dən kiçik mürəkkəb ədədlər çoxluğudur. Uşaqlar, 7-dən kiçik mürəkkəb ədədlər hansılardır? 4, 6. 2-ni götürmürük, çünki cüt ədədlərdən yeganə ədəd 2-dir ki, 2 sadə ədəddir. B çoxluğu isə uşaqlar 7-dən kiçik cüt ədədlər çoxluğudur. 2, 4, 6. Bizə deyir A birləşir B-ni tap. Uşaqlar, A birləşir B hansı olacaq? 2, 4, 6 və görürük ki, hansı çoxluğu verir? B çoxluğunu verir. Sonra düzgün cavab nə bəndidir? Y bəndi. Gəlin baxaq 6-cı suala. Deməli uşaqlar, A çoxluğu mənfi sonsuzluqdan mənfi 8-ədir. B çoxluğu 5-dən sonsuzluğa. Bizdən nə soruşur? Bizdən soruşur ki, A birləşir B-yə daxil olmayan, uşaqlar, olmayan ədədlər istəyir. Daxil olmayan tam ədədlərin cəmini istəyir. Gəlin əvvəlcə A çoxluğunu quraq, uşaqlar. Deməli, mənfi 8-dən mənfi sonsuzdan mənfi 8-ədir. Sonra B çoxluğu da 5-dən sonsuzluğadır. Uşaqlar, bu çoxluğun birləşməsi nədir? Mənfi sonsuzluqdan mənfi 8-ə birləşir 5-dən sonsuzluğa. Yəni, A birləşir B, uşaqlar, A birləşir B. Mənfi sonsuzluqdan mənfi 8-ə birləşir 5-dən sonsuzluğadır. Bizə də daxil olmayan elementləri istəyir. Uşaqlar, daxil olmayan elementlər hansılardır? Mənfi 8-in 5-in arasında. Mənfi 8-i alıb. Deməli, alıbsa mənfi 7, mənfi 6, mənfi 5, mənfi 4. Mənfi 3, mənfi 2, mənfi 1. Sonra uşaqlar hansı? 0, 1, 2, 3, 4, 5. 4 orada niyə balaca qaldı? Uşaqlar 5-i 4-ü 5-i götürürük də bildiniz niyə? Çünki birləşmədə almayıbdırsa, deməli daxil olmayanların içində 5 var. Və yaxud qısa şəkildə deyirsiniz, mənim qısa şəkildə necə yazarıq? Yazarıq ki, mənfi 8 ilə uşaqlar nə parçası? 5. 5 parçasını ala bilərik. Çünki 5-i götürmüşük. Yəni 1-i götürə bilərik. Bizə də deyir ki, tam ədədlərin cəmini istəyir. Uşaqlar, tam ədədlərin cəmini istəyirsə, amma əgər hər ikisini alırsanız, uşaqlar, belə də yaza bilərsiniz. Baxın, mənfi 7 ilə 5 parçası yaza bilərsiniz. Hər ikisini almaq, göstərmək istəyirsinizsə. Tam ədədlərin cəmini istəyirsə, uşaqlar, deməli, 5-dən 5-ə qədər ədədlər ixtisar getdi. Qaldı mənfi 7, 6. Neçə idi, uşaqlar? Mənfi 7 çıxaq. Mənfi 6 deyəcək. Mənfi 13. B bəndə. Sonra gəlin baxaq. Məsələn, uşaqlar, baxaq 9-cu suala. Deyir, ştrixlənmiş isə hansına uyğundur? Uşaqlar, görürük, B ilə C birinci baxırıq, rəhlənmişdir. Hansı hissə rəhlənibdir? B ilə C rəhlənibdir. Demək, uşaqlar, B ilə C kəşifdir. Və A-nın isə boşdursa, demək ki, B ilə C-nin kəşfməsindən A-nı çıxarmısınız. B kəşfir C, fərq A. Başa düşdük, uşaqlar. Birinci həmişə baxırıq, rəhlənmiş hissəyə. Sonra, məsələn, gəlin baxaq buna. Uşaqlar, görürük ki, A, C, B-nin üstə düşən yerləri var və üstə düşən yer, ancaq üçünün də üstə düşdüyü yer rəhlənib. Demək ki, A kəşfir B, kəşfir C-dir. Çünki baxın, həqiqətən də üstə düşən yerlər, üçündə də üstə düşən yer rəhlənibsə, deməli, üçündə kəşfməsidir. Sonra uşaqlar, gəlin baxaq 18-ci suala. 18-ci sualda nə deyir? Deyir ki, A ilə 6, 10, B ilə isə uşaqlar, mənfi 4, 8. Aralığına daxil olan tam ədədlər çoxu işarə edilmişsə, B fərq A çoxluğunu tapın. Uşaqlar, B fərq A nədir? A, B fərq A nədir? B-də olsun, A-da olmasın. Əvvəl A çoxluğun elementlərini yazsaq, A çoxluğun elementləri. Hansılardır uşaqlar A çoxluğun elementləri? 6, 7, 8, 9, 10 yazmırıq. B çoxluğun elementləri hansılardır? B çoxluğun elementləri uşaqlar mənfi 3-dən başlayır. Mənfi 2, mənfi 1, nöqtə, deməli, hamısını yazmıram uşaqlar. 5, 6, 7, 8.
Bizə deyir ki, A fərq B-ni tap. A fərq B odur ki, uşaqlar A-da olsun, B-də olmasın. A-da olub B-də olmayan elementlər hansılardır? A-da olub B-də olmayan elementlər 9. Bir dənə 9 uşaqlar. Deməli, A fərq B neçəyə bərabərdir? A fərq B 9-a bərabərdir. Bir dənə element var. Bizə nə cəmsi? Bizə bir dənə element o da 9. Sonra, məsələn, baxırıq 20-ci suala. 20-ci sualda nə deyir uşaqlar? Deyir ki, tənin kökləri çoxluğu. X-in kvadratı çıxaq 12x plus 24. Kökləri cəmi 10, kökləri hasili 24 olan ədəd hansıdır uşaqlar? 6 ilə 4-dür, düzdür. Kökləri cəmi 10. 6 ilə 4. Demək ki, A çoxluğu uşaqlar 4 ilə 6-dır. Sonra B çoxluğu isə 7-dən kiçik mürəkkəb ədədlər çoxluğudur. B çoxluğu hansı olacaq uşaqlar? 2, 4, 6. 7-dən kiçik mürəkkəb ədədlər çoxluğu. Bizə deyir ki, hansı bərabərlik doğrudur? Uşaqlar, A-dan yoxlayaq. A çoxluğu. B isə 7-dən kiçik mürəkkəb. Uşaqlar, cüt ədədlər başa düşdüyümü mürəkkəb ədəd deyir. Bildim, cüt ədəd deyir. 4, 6-dır. İndi bizdən də deyir, hansı doğru uşaqlar? 4, 6, 4, 6. Görür ki, A çoxluğu B çoxluğuna nədir? Bərabərdir. Məsələn, çoxluğun, bütün çoxluğun sadə ədədlər olan uşaqlar dedik ki, əgər bizə şərt verirsə, sadə ədədlər hansılardır? Sadə ədədlər bir nə sadədir, nə mürəkkəbdir. Deməli, 2, 3, 5, 7, 9. Dedik ki, əgər bizə şərt verirsə, onda düsturumuz nədir? 2 üstü n-1. 2 üstü n-1. Neçə dənə sadə ədəd oldu? 5 dənə. 2, 3, 5, 7, 9 sadə ədəd deyil. Niyə xəttlədim altını? 2, 3, 5, 7, 4 dənə sadə ədəd var. Demək ki, uşaqlar 2 üstü 4 minus 1, o da eləyəcək 15 dənə. Yəni, A çoxluğu neçə dənə A çoxluğu var uşaqlar? A çoxluğunun 15 dənə A çoxluğu var. Sonra, məsələn, gəlin baxaq 25-ə. Uşaqlar, görürsünüz, A ilə A, B, bir də onları kəşfən C dairəsi verir və C dairəsinin içi boşdur. Demək ki, A dairəsindən C-ni çıxardıblar, B dairəsindən də C-ni çıxardıblar və bunların nəyini götürür uşaqlar? Birləşməsini. A fərqsi birləşir nə? B fərqsi. Desəz ki, mənimə Y bəndidir, Y bəndini götürək. A fərqsi, C fərqi. A fərqi nədir ki, uşaqlar? Fərqi çoxdur. Yəni, demişik ki, A fərqsi, A fərq B ilə B fərq A-nın fərqi var. Yəni, bu variant, bizim aldığımız variantı görüb, gedib Y bəndini götürməyin. Yəni, Y bəndi olmaz. Görünüş olaraq oxşaya bilər, amma fərqlidir. Bizim var düzgün cavabımız C bəndidir. Çünki uşaqlar, A birləşir B, nə deməkdir elə? A birləşir B fərqsi. Elə A fərqsi birləşir B fərq C demək. Yəni, bizim düzgün cavabımız nə bəndidir? C bəndidir. Y bəndini yazmayın. Yəni, A fərq C ilə C fərqə ayrı-ayrı anlayışlardır. Sonra, uşaqlar, məsələn, gəlin baxaq 31-ə. 31-ci sualda nə deyir? Deyir ki, A çoxluğu 6-12 arasındadır. Uşaqlar, B çoxluğu da 6-12 arasında olan ədədlər hansılardır? 7, 8, 9, 10, 11. B çoxluğu hansı olacaq uşaqlar? 8, 15 arasında olan ədədlər 9, 10, 11, 12, 13, 14, 15-i almır. Deyir, eyləvi diaqramda təsvirin. Uşaqlar, kəşmə olanlar hansılar? Yəni, kəşmələri göstərək. 9 var, 10, 11. Kəşməsi 9, 10, 11-dir. Yazıram 9, 10, 11. Sonra A fərq B. A fərq B hansı uşaqlar? A-da olsun, B-də olmasın. 9, 10, 11-i yazmışamsa, deməli A-da qalır təkcə 7, 8. Bir də qalır 12, 13, 14. Sonra uşaqlar, məsələn, gəlin baxaq 34-cü suala. 14 nəfərdən ibarət olan bir qrup tələbə əyləncə məqsədi ilə Luna Parka gedir. Onlardan hər biri Luna Parkda ən çoxu 2 karuselə mindi. Bu karusellərin hər biri üçün ödəniş 8 manatdır
və 2 karuseldən istifadə edənlərə ikinci karusel üçün ödənişə 25% endirim tətbiq edilir. Birinci karuselə 8 nəfər, ikinci karuselə 9 nəfər mindi. Hər tələbənin heç olmasa bir karuselə mindiyi məlumdursa, qrupun lunaparkda karusellər üçün xərclədiyi ümumi məbləği hesablayın. Uşaqlar, deməli 14 nəfərdir də, düzdür? 14 nəfərdir, deyir 8 nəfər birinci karuselə, ikinci karuselə 9 nəfər mindi. 8 ilə 9 neçə nəfər eləyir? 17 nəfər eləyir. Axı bizim cəmi 14 nəfər gedib ora. Demək ki, uşaqlar, 14 nəfər gedibsə, tutaq ki, bura yazırıq birinci karusel, bura yazırıq ikinci karusel, ortada da hər ikisi. Cəmi 14 nəfər var. 17-si gedib, axı 17 nəfər oldu. 17-dən çıxırıq 14-ünü, alırıq 3 nəfər. Demək ki, uşaqlar, 3 nəfər hər iki karuselə minib. 3 nəfər hər iki karuselə minib. Birinci nəfərə 8 nəfər minibsə, birinci karuselə 3-ü hər ikisinə minib də, onda təkcə yalnız birinci karuselə minən 5 nəfərdir. 8-dən 3-ünü çıxdım, yəni. Sonra ikinci karuselə 9 nəfər minib, axı 3 nəfər də birinci karuselə minibdir. Deməli, yalnız ikinci karuselə minən neçə nəfərdir uşaqlar? Yalnız ikinci karuselə minən, təkcə ikinci karuselə minən 6 nəfərdir. Bizdən nə deyir? Ən çoxu 2 karuselə mindi. Bu karusellərin hər biri üçün ödəniş 8 manatdır. Deməli, uşaqlar, 5 nəfər yalnız birinci karuselə minib. Birinci karuselə neçə nəfər minib? 5 nəfər. Düzdür? Onda neçə manat pul verir? 5 vur 8, 40 manat verib. Sonra uşaqlar, yalnız 6 nəfər ikinci karuselə minibdir. Yenə bir karuselə minən uşaqlar 8 manat pul verir. 6, 8 neçə elədi? 6, 8, 48 manat. Uşaqlar, 3 nəfər də hər ikisinə minibdir. Tutaq ki, amma bizə deyir ki, ikinci karuselə ödənişdə 25% endirim tətbiq olunur. Deməli, 3 nəfər, əvvəlcə 3 nəfər 8 manat pul veriblər, bir karuselə miniblər, düzdür? 24 manat verib, bir karuselə miniblər. Təzədən bu 3 nəfər ikinci karuselə minəndə 25% endirim olunub. Yəni 8 manatdırsa uşaqlar, 8 manatın 25% endirimi 8-in 75% deməkdir də, düzdürmü? O deyir uşaqlar 6. Deməli, ikinci karuselə 6 manat pul veriblər 3 nəfər. 3-də vururam 6-ya 18. Bizdən soruşur, ümumi nə qədər pul xərcləyiblər? Deməli, uşaqlar, birinci karuselə minənlər 40 manat, ikinci karuselə miniblər 48 manat, 3 nəfər 24 manat, təzədən ikinci karuselə də əlavə 18 manat veriblər. Hesablayanda neçə eləyir? 88, 88 üstə 24 gələndə uşaqlar 112, 112-nin də üstə 18 gəlir, deyilir 130. Cəmi 130 manat pul veriblər. 130 manat. Başa sala bildik. Desəz ki, müəllimə, niyə hamısını ayrı-ayrı vurdu? Siz gəlin heç ayrı-ayrı vurmayaq. Gəlin belə deyək. Bax, tutaq ki, uşaqlar. Silirəm, heç ayrı-ayrı vurmuram. Əvvəlcə bir karuseli hesablayacağım. Bu, siz başa düşəsiz deyə hamısını ayrı-ayrı vurdum. İndi ayrı-ayrı vurmuram. Bax, belə yazıram. Tutaq ki, 14 nəfərdir. Dedik ki, cəmi 17 elədi. Demək ki, 3 nəfər hər ikisinə gedib, düzdür. Neçə nəfər bunların birləşməsi neçə uşaqlar? 5-in üstə 3 gələm, üstə 6 gələm eləyir 15. 15 nəfər bir karuselə minib. Birinci karuselə. 15-i vururam, qiymət neçədir? 8 manat. Eləyir 120 manat. Bunun 3 nəfəri də ikinci karuselə minib də uşaqlar. Təzədən dedik ki, 25% endirim 75 deməkdir. 75% elədi 6 manat. Düzdür? Deməli, 3 nəfərdə əlavə 6 manatdan 18 manat. 5-in üstə 3 gəldim uşaqlar 8. Bu səhv hesabladım. 5-in üstə 3 gəldim 8. 6-in üstə 8 gəldim 14 deyir. Bura 14 yazmalıydım uşaqlar. Sonra 14-ü də 8-ə vuranda eləyir neçə? 14-ü vuranda 8-ə eləyir 112 manat. Əlavə də axı 3 nəfər ikinci karuselə minib. İkinci karuselə minib 6 manat bunlara 2 manat endirim oldu. 6 manat pul verirlər. 3-ü də 6-ya vuranda 18. Deməli uşaqlar 112-nin də üstə 18 gələrəm. Alaram neçə? 130. Yəni istəsəz belə də yaza bilərsiniz. Necə başa düşürsünüz uşaqlar? O cürdə yazın. Sonra məsələn 36 necə yazarıq? Gəlin 36-ya baxaq. Deyir ki, uşaqlar, A fərq B neçədir? A fərq B. A fərq B 5 dənədir. Yəni sayı 5 dənədir. 5 dənə. Tutaq ki, B fərq A neçədir uşaqlar? B fərq A-nın da sayı neçə dənədir?
6 dənədir, düzdür? 6 dənə. Sayın hissə nə oldu? 6 dənə. A birləşir B-nin sayını da verir 13 dənə. A birləşir B-nin sayını verir hissə nədir? 13 dənədir, düzdür? Sonra uşaqlar nə edirəm? Eylirvin diaqramı çəkirəm. A fərq, bura A yazıram, bura B yazıram. A fərq B hissə nədir? 5 dənədir. Əslində Eylirvin diaqramı çəkməyə də bilərik uşaqlar. Amma Eylirvin diaqramı çəkməyə də bilərik. Amma ENA ilə MB-ni sizə göstərmək üçün çəkək ki, ENA ilə MB-nin sayını tapaq. Uşaqlar, 6, 5 neçə eləyir? Baxdaq ki, A fərq B 5 dənədir. B fərq A hissə nədir? 6 dənədir. Elədir 11 dənə. Bunların birləşməsi 13-dürsə, demək ki, kəşməsi də 2 dənədir. İndi NA-nın elementi neçədən olacaq uşaqlar? 7 dənə. Bəs MB-nin elementi neçədən olacaq? İkisini toplayırıq uşaqlar, kəşmə ilə toplayırıq 8 dənə. Oldu MB-nin elementi. İndi A deyir ki, cüt ədədlər çoxluğudur da, düzdür? 2, 4, 6, 8, 10, 12, 14. Sayın hissən olmalıdır uşaqlar, 7 dənə. Sonra B isə, B çoxluğu isə nə deyir? 3-ə bölünən NATO ədəd çox. 3-ə bölünən NATO ədəd çox hissə sayı 8 dənədir. 3, 6, 9, 12, 15, 18, 21, 24. Oldu sayı 8 dənə. Bunu göstərmiş olduq. Sonra gəlin baxaq ikinci bölməyə uşaqlar. İkinci bölmədə nə deyir? Tutaq gəlin baxaq elə birinciyə. Birinci suala. Deyir ki, uşaqlar A-nın elementinin sayı 15-dir. Bax, Eylirvin diaqramı çəkirəm uşaqlar. A-nın elementinin sayı hissə nədir? 15 dənədir. Bax, A kəşir bir 6 dənədir. Ümumi A-nın elementinin sayı isə NA. 15 dənədir. Gəlin uşaqlar. Dəyişməmişəm. Deməli, NA-nın elementi hissə nədir? NA-nın elementi 15 dənədir. 6-sı ortadadırsa, kəşmədirsə. Deməli, burada qalır 9 dənə. Uşaqlar, bax, demişik ki, bura qədər olan yer, bax, bura qədər olan yer A fərq B deməkdir. Deməli, A fərq B hissə nə oldu? N, A fərq B. Oldu 9 dənə. Sonra gəlin baxaq növbəti suala. Özünüz yazasınız. Məsələn, gəlin baxaq 6-cı suala. 6-cı sualda nə deyir? Uşaqlar, A ilə B-nin kəşməsi. Yenə diaqramı çəkirəm. A kəşir B hissə nədir? Bura A yazıram. Uşaqlar, bura B yazıram. A kəşir B 5 dənədir. A fərq B 10 dənədir. A fərq B, bax, bura qədər olan yer, yenə deyirəm, 10 dənədir. ENA-nı istəyir. 10 üstə 5 gələcəm. Neçə eləyəcək? 15. Sonra uşaqlar, yazaq 11-i. A çoxun elementlərinin sayı 5-dir. B çoxun elementlərinin sayı, yəni ENA hissə nədir uşaqlar? ENA 5-dir. MB 4-dür. A birləşir B çoxluğun elementlərin sayını ala biləcəyi qiymətlərdən ən böyüyü ilə ən kiçiyinin cəmini tap. Uşaqlar, birləşməsindən tutaq ki, bunların heç bir ortağı yoxdur. Yəni A kəşir B necə çoxluqdur? A ilə B-nin kəşməsi boy çoxluqdur. Yəni bunların ortağı yoxdursa, bunların birləşməsi olacaq maksimum 9 dənə. Bura yazıram maksimum. Əgər bunların ortağı varsa, tutaq ki, belə deyək də, NA kəşir MB-nin elementlərin sayı hissə nədir? Tutaq ki, belə deyək, tutaq ki, B A-nın ad çoxluğudur uşaqlar. Yəni fərz edək ki, B A-nın ad çoxluğudur. Əgər B A-nın ad çoxluğudursa, onda N A ilə MB-nin kəşməsi bizə nəyi verəcək uşaqlar? Elə B çoxluğun özünü verəcək, düzdür? B çoxluğun özünü verəcək. Onda bunların kəşməsi 4 dənədirsə, birləşməsi neçə olacaq? Minimum
A ilə B-nin birləşməsini neçə dənə olacaq uşaqlar? 5 dənə. Çünki 4 dənə kəşmə özündədir. Bu da oldu minimum. Bizə deyir ki, ən böyük ən kiçiyin cəmini tap. Ən böyüyü 9-dur uşaqlar, ən kiçiyi 5-dir. 9 isə 5 gələn neçə eləyir? 14. Sonra gəlin baxaq. Tutaq uşaqlar, baxaq 14-ə. Çoxlar bir-birlərinə fərqli çoxluqlardır və A çoxluğun elementləri ən çox neçə ola bilər? Çoxlar və bir-birlərinin açıqdır uşaqlar. A, B-nin, B də C-nin açıqlığı elementləri də fərqlidir. Elementləri fərqlidirsə uşaqlar, deməli, tutaq ki, mən 27-ni 3-ə bölərəm. 3 dənə müxtəlif çoxdur. Alıram 9. Birini azatsam, tutaq ki, müxtəlif elementləri fərqli çoxlar ona görə tutaq ki, 8, 9, 10. 10 dənə elementi var. 8 isə 9 gəlir həqiqətən 10. 17 üstə 10 gəlir 27. Yəni A-nın ən çox neçə elementi var ola bilər uşaqlar? 8 dənə. Yəni tutaq ki, neynəli? Bir də deyirəm. Bax uşaqlar 27-ni 3-ə böldüm. Dedim elementlərin sayı 9, 9, 9-dur. Amma müxtəlif olduğuna görə neynədim? 9-dan bir vahid götürdüm. Bir vahid gətirdim, gəldim üzərinə. Oldu 8, 9, 10. Yəni A-nın ən çox elementi nə qədər oldu? 8 dənə elementi oldu. Sonra uşaqlar, tutaq kəşməsi boş olmayan A və B çoxları üçün ENA 10-sa A fərq B çoxluğun ən çox neçə elementi ola bilər? Uşaqlar, bunların kəşməsi boş çoxluq deyilsə, kəşməsi boş çoxluq deyilsə, bunların kəşməsi var da, heç olmasa bunların bir dənə kəşməsi var. Bir dənə kəşməsi varsa, bu A dairəsində də bir dənə kəşməsi varsa, ENA-nın elementi 10 dənə idisə, onda A fərq B maksimum neçə olacaq uşaq? Bu A fərq B dairəsidir. A fərq B maksimum olacaq 9 dənə. Bildi? Çünki bunların heç olmasa bir dənə kəşməsi var deyirəm. Sonra məsələn yazıram 26-nı. A və B çoxluqları üçün uşaqlar, deməli NA bərabərdir 4x plus 6-ya, MB-ni bərabərdir 5x plus 2-yə. Və bizə deyir ki, A çoxluğu B çoxluğu A çoxluğun A çoxluğudur. B çoxluğu A çoxluğun A çoxluğudursa, uşaqlar, nə deməkdir? B çoxluğunun hər bir elementi A çoxluğunda var. Düzdür? Onda elə B çoxluğunun hər bir elementi A çoxluğunda varsa, B-nin ən çox neçə elementi ola bilər? B-nin ən çox neçə elementi ola bilər? Dedik ki, B-nin hamısı A-nın içində var. Onda bunlar bir-birinə bərabər olan halda ola bilər. Bax, tutaq ki, B çoxluğu A-nın A çoxluğudursa, demək ki, B-nin hər bir elementi A-da var. Mən də deyirəm ki, maksimum B ən çox neçə ola bilər? B-nin ən böyük halı A-ya bərabər olan halını götürürəm. Deməli, 4x plus 6 bərabərdir 5x. Çünki dedik ki, çoxluğun özü də özünün A çoxluğudur. Yadınızdadır uşaqlar. X bərabərdir 4. X-i 4 tapdım. B-nin ən çox neçə elementi ola bilər? Aparıb yerinə qoyuram. 4 qiymətini. 5 vuraq 4 plus 2 eləyəcək 22 dənə. Yəni ən çox 22 elementi ola bilər. Sonra məsələn gəlin yazaq 28 tiplərindən. Belə gəlin çöndürmə çətin çöndürüm. 28-də nə deyir uşaqlar? Aynen bax elevin diaqramı çəkirəm. Bura A dairəsidir, bura B dairəsidir. Aynen B-nin kəşməsi 4-dür. Elementlərin sayı 4-dür. Birləşməsini neçə dənədir uşaqlar? A birləşir B 16 dənədir. Deyir ki 3NA bərabərdir 7MB. 7NB. Bizə nə istəyir uşaqlar? NA-nı istəyir. Uşaqlar, NA neçə K-dır? NA-mız 7 K-dır. Bəs MB-miz neçə K-dır? MB-miz də 3 K-dır, düzdür? Çoxluğun elementlərinin birləşməsinin düsturu necə idi uşaqlar? Yadınızdadır. NA. Aslında başqa yaza bilərik. Gəlin elə diaqramda göstərək uşaqlar. Sonra düsturdan yazarıq. Məsələn, NA 7 K-dır da 4-ü kəşmədədirsə uşaqlar. 4-ü. Niyə çıxmır bu? 4-ü kəşmədədirsə, ümumi 7 K-dır. NA-nın elementi 7 K-dır. Onda A fərq B nə olur? 7K minus 4 olur.
4'ü kəşmədəsə, onda B elementi olur 3K minus 4. Birləşməsi deyəndə bütün dairənin içini götürür. Dairənin içi neçədən nədir uşaqlar? Dairənin içi 16'dır. Birləşməni 16 verib. Deməli 7K minus 4 üstə gəl 4 üstə gəl 3K minus 4 bərabərdir 16'ya. Buradan da 10K minus 4 bərabərdir 16'ya. 10K bərabərdir 20'yə. K da bərabərdir 2'yə. K-nı 2 tapdıq. Bizdən nəyi soruşur? NA-nı. NA bilirik ki, uşaqlar 7K-dır da. NA 7K-dırsa, onda NA-nın elementi olacaq 14 dənə. Və yaxud da istəsəz 7K-4 yazmayıb birləşmədən yaza bilərsiniz. Necə yazarıq? Tutaq ki, NA birləşir. B-nin düsturu necə idi uşaqlar? NA üstə gələk MB eyni şeydir. Yəni fərqi yoxdur. NA kəşir B. NA birləşmə B 16 dənədir. NA-mız 7K-dır. MB-miz neçə K-dır uşaqlar? MB-miz də 3K-dır. 7K plus 3K minus kəşmə. Kəşmə neçədir? 4. Buradan da 10K minus 4 bərabərdir 16. Yenə yaza bilərsiniz. 10K 20, K da 2. Yəni uşaqlar, hansı sona yazmaq istəyir yaza bilərsiniz. Eynidir. Fikir olaraq eynidir. Məsələn, gəlin yaza 34-dür. Biri digərin ad çoxluğu olmayan ABB çoxluları üçün, yəni uşaqlar, çoxlu ABB-lərin ad çoxluğu deyil. NA birləşir B bərabərdir 10'dur. NA kəşir B bərabərdir 3 dənədir. Yəni bunların 3 dənə ortaq elementi var. A çoxluğunun ən çoxu neçə elementi ola bilər? Uşaq necə yazarıq? Bunların kəşməsi tutaq ki, eleven diaqramı çəkirəm. Bura yazıram A, bura yazıram B. Bunun kəşməsi 3'dür, düzdür. Birləşməsi də 10'dur. Bizdən də deyir ki, A çoxluğunun ən çox neçə elementi ola bilər? Birləşməsi 10'dur. Tutaq ki, uşaqlar, ən çox neçə elementi ola bilər? Yaza bilərik, necə yazaq? Tutaq ki, təkcə B fərq əgər bir element versəm, bilirsiniz niyə uşaqlar bir element verirəm? Çünki mənə deyir ki, bax, burada şərt var. A çoxluğu A1'in ad çoxluğu deyil. Əgər mən bura bir element, əlavə fərqli bir element verməsəm, onda A1'in ad çoxluğu olar. Mənə deyir ki, A1'in deməyək, daha doğrusu mənə A-nın böyük qiyməti deyir. Tutaq ki, B-A-nın ad çoxluğu. Mən ad çoxluğu olsaydı, onda B-yə element verməzdim. Axı deyir, ad çoxluğu deyil, onda mən B-yə bir dənə element verirəm. Bu da olur. Cəmi 10 olması üçün 3, 1, 4. Burada qalır 6. Bizdən də A-nı istəyir. A-nın elementi maksimum istəyən olar uşaqlar. 9 dənə. Fikrim çatdı. Sizə nə qiymət verdim? Məsələn, tutaq ki, mən qiymət vermirəm də. Bax, belə yazıram. Deyirəm ki, 3 dənə kəşmədir. 3 dənə kəşmədir. Burada 7 dənə qalır. Burada 0. Olmaz. Onda buradan baxanda görsən ki, bunların kəşməsi 3'dürsə, demək ki, B A-nın ad çoxluğudur. Amma mənə deyir ki, çoxlular bir-birlərinin ad çoxluğu deyil. Ona görə heç olmaz ən azı ora bir element verməliyəm ki, uşaqlar, ad çoxluğu olmadığını göstərim. Məsələn, gəlin baxaq 38-ə. 38-ci sualda uşaqlar nə deyir? 38-ci sualda deyir ki, 3-də 2 n A fərq B bərabərdir 5'də 3 n B fərq A bərabərdir 2 n A kəşir B. Uşaqlar, nə edərəm? Əvvəlcə kəsrdən azad edərəm. Hər tərəfini 15'ə vursam, 15'ə vursam hər tərəfini. Tutaq ki, 15'ə vurdum. Üstdən göstərim. Qalacaq 10 n A fərq B bərabərdir 15'ə vursam 9 n B fərq A 30 n A kəşir B. Sonra uşaqlar, 10'un, 9'un, 30'un əkobu neçədir? 90. Deməli, 90'ı ona böləndə A fərq B neçə elədi? A fərq B elədi 9K. Bəs B fərq A neçə elədi? 99'a böləndə B fərq A elədi 10K. N A kəşir B də uşaqlar elədi 90'ı 30'a böləndə 3K. Bizdən nə istəyir? A birləşir B-nin ən az neçə elementi var? Uşaqlar, baxın. Bura A-dır, bura B-dir. A fərq B oldu 9K, B fərq A oldu 10K. Kəşməsi də oldu 3K. Ümumi neçə elədi? 22K. K-ya da 1 versəm, olacaq ən çox neçə elementi?
22 elementi. Bildiniz necə yazıq uşaqlar? Yəni bunlar əvvəlcə məxrəcdən azad elədim. Məxrəcdən azad edəndən sonra onun 9-un 30-un əkobunu tapdım 90. 90-ı ona böldüm A fərqli B 9K, 90-ı 9-a böldüm B fərqi A 10K, 90-ı 30-a böldüm A kəşir B 3K. Birləşmə də 1-2 uşaqlar. Elementlərin hamısıdır birləşmədə. A birləşir B, yəni 22K-dır. Sonra başqa suala baxaq. Məsələn, gəlin görək 42-ci sualdır belə. 42-dən qabaq gəlin uşaqlar 40-a baxaq. Elevin diaqramında kəşməsi boşluq olmayan A və B çoxlarının limitlər sayı vermişdir. Bu asandır uşaqlar, özünüz yazarsınız ya da birləşmə asandır, fikir vermədim. Sonra 41-də nə deyəcək? Və A və B siniflərinə dərnəyə gedən şagirdlərin sayı haqqında məlumat verilmişdir. A sinifindən B sinifində bir nəfər az şagird varsa, B sinifindəki şagirdlərin sayını tapın. A siniflərinə dərnəyə gedən, həm A sinifinə dərnəyə gedən şagirdlər, həm dərnəyə getməyən şagirdlər verilibdir. Deyir, A sinifinin şagirdlərinin sayı B sinifindən bir nəfər azdırsa. Uşaqlar, gəlin A sinifinin şagirdlərinin sayını tapaq. Şagirdlərin sayını tapanda düstur nədir uşaqlar? Tutaq ki, belə deyək də, gəlin əvvəlcə dərnəyə gedənləri tapaq. Dərnəyə gedənlər eyni riyaziyyatla tarixin birləşməsini istəyirəm də, düzdür. Eyni riyaziyyatın üzərinə gəlirəm. Eyni tarixi uşaqlar çıxıram ikisinin kəşfməsini. Deməli, neçə eləyir? Dərnəyə gedənləri tapırıq hələ ki. Deməli, 2n plus 7-nin üzərinə uşaqlar gəlirəm n plus 3. Çıxıram 5-ini, o da eləyir 3n plus 5. Bu dərnəyə gedənlərdir. Axı 7 nəfər də dərnəyə getməyib uşaqlar. 3n plus 5-in də üzərinə gəlirəm 7. Eləyir neçə? 3n plus 12. Deməli, A sinifində cəmi 3n plus 12 şagird var A sinifində. İndi gəlirəm B sinifini tapmağa. Yenə eyni qaydada bu A sinifidir uşaqlar. İndi B sinifini. Yəni eyni qaydada toplayıram. 3n plus 2-nin üzərinə gəlirəm 2n plus 10. Çıxıram 8. Eləyir uşaqlar 5n plus 4. Bu dərnəyə gedənlərdir. 3 nəfər isə dərnəyə getmirsə, o da sinifdən sayılır uşaqlar. Dərnəyə getmir, yenə sinifin şagirdidir. Onu da yazaram ki, B-ni də tapanda 5n plus 4-ün də üzərinə dərnəyə getməyəni gələndə eləyir 5n plus 7. Bu da oldu B sinifi. Bizə deyir ki, uşaqlar, A sinifi B sinifindən bir nəfər azdır. Demək ki, A sinifinin üzərinə bir nəfər gələrəm ki, B sinifinə bərabər olsun. Bunu da həll eləsək, mənfi 2n bərabərdir. Mənfi 6-ya, n də bərabərdir 3-ə. Bizdən nə istəyir? B sinifindəki şagirdlərin sayı. B sinifində 5n plus 7 şagird var uşaqlar. Aparıb yerinə qoysaq 15. 15-də 7-dən neçə? 22. Yəni 3-ü vurdum. 3-ü vurdum 5-ə, üzərinə gəldim 7. Deməli, B sinifində nə qədər şagird var? 22 şagird var. Sonra 43 tiplərini bir yax yazmışdıq. Özünüz yazarsınız. 43 tiplərindən. tiplərindən də işləmişdik. Gəlin baxaq 52-yə. Uşaqlar, özəl musiqi məktəblərində skripka və gitara dərsləri keçirilir. 12 nəfər yalnız skripka, 17 nəfər isə yalnız gitara və 4 nəfər isə hər iki musiqi aləti üzrə iştirak edir. Deməli, uşaqlar, dedik skripkadır. İkinci də dedik gitaradır, düzdür? Gitara. Deyir ki, 12 nəfər yalnız skripka. Uşaqlar yalnız isə təkcə burada yazırıq. 12 nəfər. 17 nəfər isə yalnız gitara. 17-də yalnız gitara gedir. 4 nəfər isə hər ikisinə gedir. Skripkadan dərslərə qoşulanların yaşlarının ədəd ortası 10,5-dir. Neçə nəfər qoşur skripkadan dərslərə? 16 nəfər. Yaşların ədəd orta necə tapırıq uşaqlar? Yaşların cəmini bölürük sayına. Alırıq necə? 10,5. N də bərabərdir uşaqlar. 16-nı da 10,5-ə vuranda 168 edir, səhv eləmirəmsə. Dən vurum 16-nı 10,5-ə vuranda bəli 168 edir. Deməli, bunların yaşlarının cəmi 168-dir. Gitaradan qoşulan yaşların ortası 12-dir. Yenə gitaradan 21 nəfər qoşulub, da yaşlarının cəmi M-dir. M-i böldüm saya, aldım uşaqlar neçə? 14,25. Düzdür? Ədəd ortası 14,25-dir.
Yox. Gitaradan dəstə qoşan yaşın ədəd ortası 12-dir uşaqlar. Gitaradan qoşulanlarınki 12-dir. Bərabər neçə yazıram? 12 yazıram. Buradan M-i tapsam, 21 12-yə vursam 210. 210 da üstə uşaqlar 42 gələndə 252 yer səhv eləmirəmsə. Vurum bir dənə. Hə, 252. Görək nə deyir. Hər iki musiqi aləti dərsə qoşan yaşın ədəd ortası 14,25-dir. Uşaqlar hər iki üzrə qoşan 4 nəfərdir. Tutaq ki, yaşlarının cəmi də Z-dir. Z-i bölürəm 4-ə, alıram 14,25. Z də bərabərdir 14,25-i də 4-ə vuranda uşaqlar 57 eləyir yəqin. Vuranda 4-ə eləyir 57. Bəli. İndi bizə nə soruşur? Heç olmasa biri üzrə dərslərdə iştirak edən şagirdlərin orta yaşını tapın. Musiqi məktəblərində gitara və skripka heç olmasa bir uşaq, heç olmasa biri nə deməkdir? Birləşmə deməkdir. Bunların birləşməsi neçə eləyir? 12, 4, 17-nin birləşməsi. 12 üstə 4 gəlirəm, üstə 17 gəlirəm, eləyir 33, düzdür? Demək ki, bunların sayı 33-dür. Bizim yaşların ədəd ortasını istəyir. Yəni, axırda sayı böləcəm də 33-ə böləcəm. Yaşların cəmi neçə eləyir? 168 üstə gələk. Bunların yaşlarının birləşməsini tapıram. 252 kəşməndə çıxıram da uşaqlar. Birləşməni tapanda yaşların kəşməsini çıxıram. Bu neçə eləyir? 8-in üzərinə gəldim. 252. Çıxdım 57-sini. Uşaqlar elədi 363. 363-də böldüm 33-ə, aldım 11. Böldüm 33-ə. Uşaqlar bu da elədi neçə? Bu da elədi 11. Deməli, ümumi yaşların ədəd ortası neçə dedik? 11 tapdıq. Gəlin bir dəfə izah edək, necə yazdıq? Uşaqlar, bəri başdan kəşməni tapıb da yaşların ədəd ortasını tapa bilərdik. Yəni, kəşməni tapardıq, sonra tapardıq. Fərqi yoxdur. Necə istəsəz yaza bilərdiniz. Uşaqlar, dedik ki, skripkada iştirak edənlərin saniyəsi nədir? 16 dənədir. Yaşların ədəd ortası da, yox, bəri başdan tapı olmaz, çünki ədəd orta deyir. Ədəd ortası da 10,5-dir. Eni bölərdim 16-ya, alardım 10,5. Enim elədi neçə? 168. Desək ki, müəllim niyə en yaz? Bilir ki, yaşın ədəd ortası nədir? Yaşlarının cəmi böl say deməkdir uşaqlar. En yaşlarının cəmidir. Sonra ikinci qaydada en böldüm 21-ə 12, yaşlarının cəmi 252. Kəşməni tapdım, yaşlarının cəmi 57-dir. Elementin birləşməsinin saniyəsi tapırlar. Topladıq. M-lə eni topladım, çıxdım Z-i. Bu oldu birləşməsi uşaqlar. Bu nəyi verir bizə? Birləşməni verir. Tapdıq ki, yaşların cəmi 163 eləyir. Ümumi də say tapdıq. Bu da elədi say. Neçədir say? 33 dənədir. 160-ı da böldük 33-ə elədi 11. Bu qədər uşaqlar hələlik sağ olun.